Biz bugün sizinlə Certportdan sertifikatımızı əldə etməyin qaydasını öyrənəcəyik. Əvvəlcə boş bir axtarış səhifəsi açırıq və bura Certport yazırıq bu qaydada. Baxın, Certport açılan zaman P hərfi ilə başlayan bir loqo bizə təqdim eləyəcək. Certporta klikləyirik və açılan səhifədə yuxarı sağ küncdə Login Register hissəsinə klikləyəcəyik və açılan səhifədə burada username hissəsinə istifadəçi adımızı, daha doğrusu student akkauntumuzu yazacağıq. Aşağıda password hissəsinə isə şifrəmizi və login əmrini sıxacağıq. Açılan yeni səhifədə bizə welcome və adımızı qeyd edilən bir hissə açılacaq. Welcome Sano barəsində məndə açıqlama hissəsində bu verilib, ad hissəsində daha doğrusu bu verilib və həmin hissədə gördüyünüz kimi burada adımın olmağına xüsusi diqqət yetirirəm. Daha sonra isə My Certport, My Transcript hissələrini siz görəcəksiniz başlıq menyu başlığı altında. Biz burada My Transcript hissəsinə keçid edəcəyik. Gördüyünüz kimi My Transcriptdə kliklədiyim zaman bu mənim sertifikatlarımın olduğu hissədir. İndilikdə aşağıda görürsünüz Microsoft Certified Educator yazısı ilə tanış olacağıq. Burada biraz böyütsəm görəcəksiniz. Burada aşağıda kiçik PDF yazısı var müəllimlər. Bir də göstərirəm sizə. Böyüdüm bir də. Biz bunu kiçik görürük. Əslində siz biraz ekranı böyüdəndə görəcəksiniz ki, burada PDF yazısı var və kliklədiyimiz zaman bu hissəyə artıq sertifikatımızı əldə etmiş oluruq. Bu da bizim sertifikatımız. Download edib kompüterimizin yaddaşına bunu yadda saxlaya da bilərik. Uğur qazanan müəllimlərin hər birini təbrik edirəm.